bu gün dünyada görürsüz, nümunə dünyasıdır. Dindən qaçmaq istəyən də, Allahdan uzaqlaşmaq istəyən də, rahat öz nəfsinə görə olan yaşayışını yaşamaq istəyən insan da hamı özünü mələk kimi tərtəmiz çıxardıb, sanki bütün problem dindədir deyə bu dindar olmur. Görmüşəm də sizin dindarlarınızı, görmüşəm sizin hicab taxanlarınızı, görmüşəm sizin deyir həccə gedənlərinizi. Əvvəla adam bütün həccə gedənləri tanımırsa, eyib deyəsən görmüşəm. Sən bütün həccə gedənləri görmüsən ki, niyə hamının adından danışırsan? Demək ki, məsələn, mən o qədər belələrini görmüşəm ki, yəni görmüşəm, bu demək deyil ki, sən yaxşı insan olmalı deyilsən, yaxşı əməllər eləməli deyilsən, ibadətindən uzaqlaşmalısan. Ümumiyyətlə, dinin sözü budur ki, sən heç kəsin rəftarlarına baxma. Sən niyə nümunəni səhv yerdə axtarırsan ki, istədiklərini tapasan, onunla da dindən uzaqlaşasan? Bu ən çox zərəri elə sənə verər.